Çox sağ olsun Xor, çox sağ olsun İlqar qardaş. Əlbəttə ki, rəhbi daim izzətləndirməliyik son günümüzə kimi. Deməli, bir neçə il bundan qabaq Şəkiyə getdi, nəysə xidmətə getdi. Xidməti o mənada demirəm, yəni ki, çoxları indi bunu özlərinə bir söz əzbər dillərinə salıblar. Biz xidmətçiyik, biz xidmətə gedirik. Yox, sadəcə o Rəbbin yolunda xidmətə getdi, qulluğa getdi, Rəbbi izzətləndirməyə getdi. Nəysə, gəldi bir ailəyə, Elnur qardaşının danışığına görə danışıram. Bizə dedilər ki, bu gün bizdə qalasınız, biz yemək pişirəcəyik, hər şey eləyəcəyik siz üçün. O vaxtda bu Kalina maşınlar vardı, Şahin bilir, Şahin yoxdur, ara gedib Şahin. Çağır onu da bura, denən gəlsinlər, otursunlar burada. Nəysə, deməli, Şahinlə getdik, Kalina aldıq. Rusun maşınında, Sovetin maşınında. Təptəzə 3 gün maşınında. Girdim məhliyə, gördüm evin, deməli, bütün qıraq, üstü, nə bilim, orası, biri çayını qası, böyük evdə. Nə bilim, bilmədim, it çənəsidir, ya eşşək çənəsidir. O şimdi, ev bütün bütlərlə doludur da. Sual verdim ki, bəs, bu bütlər nədir? Dedi, bizim evimizi, bizim ruhumuzu gətirir bu bütlər. Dedim, mən bunu bilmirdim. Deməli, Rəbb bizi bura gətirib. Nəysə, gecə düşdü. Mən də bilmirəm bu məhlədə nə saxlayır, hansı heyvanlar bu məhləsində var. Maşını saldırdım, dedim, yox, sən sal maşını məhlənin içinə, təzə maşındır, çöldə qalmasın. İndi mən bununla danışıram, ailəsi oturub, hamısı qulaq asır. Biz müjdəlirik, xidmət eləyirik bunlara, Rəbdən danışırıq. Bilirsiniz, elə insanlar var ki, onlar sözü eşidir, Rəbbin sözünü eşidir və deyir, mənim üçün dua elə ki, mən də anlayım, mən də İsa Məsihi qəbul. Eləsi də var, keçi kimi buynuz sənə çıxardır. Sən düz demirsən, mən düz deyirəm. O çənə məni qoruyur, o çaynik məni neçə ildir qoruyur və evim ruzu bərəkətindən dolub o çayniqə görə, eşşək çənəsinə görə, ya it çənəsinə görə. Hələ otlardan danışmırdım o evin üstündə. Nəysə, bu mübahisə edir, biz də indi məsihçi kimi danışıq. Bir də onu gördüm ki, bu keçi, öz-özümə dedim, bunlar keçilərdir, indi quzu kimi danışmır. Bir də onu gördüm ki, bir qardaşımız qışqırır, ay vahid, tez çölə çıx, çıxın çölə, çıxın. Gördüm ki, keçilər deməli darvazanı sındırıblar, bunlar keçilər saxlayır. Nətər sındırıblar, qaçıblar maşınımın yanına. Özlərini deməli o maşınla görürlər orada və keçilər bir-bir gəlir, danq maşına qoyur, kəllə vururlar maşına. Biri çıxıb maşının üstünə, nəysə təzə maşın əzildi və belə baxdım, nəysə təzdən maşını biz oradan çıxartdıq. Sonra özümə dedim ki, görürsən niyə? Sonra Allah mənə başa saldı ki, olduğun ev, bax o insanların ürəkləri də keçi kimidirlər. Sən nə qədər xidmət eləsən də, onlar sənə buynuz çıxardacaq. Onlar özlərini görəcəklər. Və düzəlmək əvəzinə nə edəcəklər? Maşına hücum çəkdiyi kimi sənə hücum çəkəcəklər. Rəbb bizləri belə insanlardan qorusun. Və bugünkü mənim söhbətim xidmət haqqında olacaq. Biz harada oluruqsa olaq, xidmətə gediriksə, yəni ki, xidmət qulluq deməkdir. Qulluğa gediriksə, bilin ki, sınaq da ola bilər, sizi yaxşı da qarşılaya bilərlər və sevilib sevilə də bilərsiniz, söylə də bilərsiniz, amma xidmətinizi dayandırmayın. Mark müjdəsi 10-cu fəsil 45-ci ayədə belə yazılıb. Çünki bəşər oğlu gəlmədi ki, yəni ki, bəşər oğlu İsa Məsihdən danışılır. İsa Məsih gəlmədi ki, ona xidmət etsinlər. O gəldi ki, özü xidmət etsin və çoxlarını satın almaq üçün öz canını fidyə versin. Fikir verin, bütün kainatı, bizləri yaradan Rəbb yer üzünə gəlir,
şah kimi gəlmir ki, ona xidmət eləyək, onun qabağında baş əyək. Yeganə varlıq İsa Məsih yer üzünə gəlir xidmət eləməyə və özünü qurban verməyə. Bu günləri Rəbbin balaları bu dünya xidmət edə bilirmi insanlara, qonşuya, ata, anıya? Bayaqları fikir verdim, bacımızın anasının yubileyidir. O da bir xidmətdir. Fikir verin, nə qədər valideynlər var, özümü də qatıram bu söhbətə. Uşaqlar valideynlərinə diqqətsizliyi çox eləyir. Amma Raminə bacı neynədir? Öz anası üçün ad günə gül aldı. O xidmət görsətdi, sevgi görsətdi. Bu günləri bizim evlatlarımız bizə bunu görsədirlərmi? Yoxsa elə ver, vər gəlsin, bakırlar deyir. Uşaqlar da çoxu artıq bu yolu gedir. Amma xidmət Məsihi görsətmək deməkdir. Və fikir verin, 1 Piyotr 4:11-də belə yazılıb. Kim danışırsa Allahın sözlərini danışan kimi danışsın. Kim xidmət edirsə Allahın verdiyi qüvvətlə xidmət etsin. Beləcə Allah hər şeydə İsa Məsih vasitəsilə izzətlendiriləcək. İzzət və qüdrət əbədi olaraq İsa Məsihindir. Amin. Rəbbi söz nədir? Əgər sən bu xidmət edirsənsə, qulluq edə bilirsənsə, sən məni izzətləndirirsən. Bilirsiniz, Allahı hamı izzətləndirir. Amma xidmətləri yoxdur. Bayaq qeyd elədimi? Hamı xidmətdən danışır. Mən xidmətdəyəm, amma sevgisi yoxdur. Mən xidmətdəyəm, kitab aparıb paylamışam, əməli boş, mənasız. Mən xidmətdəyəm, amma ailəmdə sülh yoxdur. Həyat yoldaşımı bağışlaya bilmirəm, sevə bilmirəm onu. Onun qayğısına qalmaq istəyirəm xəstələnəndə. İstəyirsən ər, istəyirsən arvad. Bəm İsa Məsih yer üzünə bunun üçün gəlmişdi. Yadınızdansa kalamda İsa Məsihə 2 bacı, 2 xanım qulluq eləyirdi. Biri İsa'nın yanında oturmuşdu. Kim idi o? Məryəm. O birisi Marfa. Fikir necə? Adam Marfa, axıra gündəz. Hamı bilir ki kimdir? Can Gündüz. Gündüzü mən çox istəyirəm doğrudan. Gözəl qardaşı. Qardaş da imanda yanan qardaşdır. Və fikir verin, o bacı, bir bacı Marta, necə? Marfa deyək də. Nəysə. O bacı xidmət edirdi. Nə edirdi? Yemək pişirirdi, sonra çay düzəldirdi, odun yandırmışdı, samavar qaynatmaq üçün. İsa Məsih onun evindədir. O birisi bacısı Məryəm. İsa Məsihin yanındaydı. Oturmuşdu yanında, dinləyirdi İsa'nı. Və bu an bir sözlə baş verir. Çox vaxt dünyada belədir. O yaltaqlar var, bir söz necə? Vəsfəli adamları görəndə, ya iş adamını görəndə, kasıb yaddan çıxır. Amma onları görəndə bir dənə xidmət eləyirlər, bir qulluq eləyirlər. Burada oturma, burada otur. Yox, bu çayı içmə, bu soyub, bir dənə deyəm, mən sənə başqa çay verim, ətirli çay verim. Xidmət niyə gedir? Çünki bu adamın adı var, bu adamın pulu var, bu iş adamıdır. Asaba bu adam işdən çıxanda, adı olmayan da, heç onu yada salan da yoxdur. Xidmət keçir kimə? Başqa adamlara. Rəbb bizə belə xidmət etməyi öyrətmir. Biz insanlara ürəyimizə görə hər birinə eyni cür baxıb xidmət eləməliyik, qulluq eləməliyik. Və fikir verin, İsa Məsih görür ki, həmən Marfa qulluq edir və dünya insanı olsaydı, yansısa bir peyğəmbər, bir söz nə deyəcəkdi? Sənə halal olsun, sən mənə qulluq elirsən, bizə qulluq elirsən, yemək düzəldirsən, samavarı yandırmısan.
Bir çox insanlar o qulluğu xoşlayır, qabağında hamı üzr istəyirəm, ibadət eləsin, başına fırlansın. Ki bu adlı sanlı adamdır. Amma İsa Məsih fikir verin, deyir ki, qoy o xidmətvi, Marfa, gəl mənə qulaq as. Burada sual çıxır. Niyə görə İsa Məsih o bacıya, Marfaya deyir ki, xidmətvi dayandır. Mənə sənin yeməyin, suyun, içməyin heç nə lazımdır. Sən gəl yanımda otur bacın kimi, Maria kimi. Bir söz niyə görə? Çünki əsl xidmət İsa Məsihdədir. Xidməti İsa Məsih artıq Mariaya öyrədirdi. Ki onun əməlləri danışığı ilə eyni olsun. Sən birinci Rəbbə izzət görsən. Sən Rəbbə qulluq elə, otur onun sözlərini öyrən. Onun ayələrini əzbərlə. İnsan olmağı öyrən, necə İsa Məsih yer üzündə xidmətini göstərdi və ondan sonra sən kiməsə, nəyəsə görə qulluq eləməyəcəksən. Sən fikirləşməyəcəksən ki, bu gün mənim evimə İsa Məsih gəlib, çünki İsa'nın adı ucalmışdı. Xəstələrə şəfa verdi, körlərin gözünü açırdı, ölüləri dirildirdi və adsanı var idi. İsa Məsih bunu gördü, dedi, gəl mənim yanımda otur və mənim sözlərimə qulaq as ki, sən insanları özünə görə sevəsən, onların əməllərinə görə sevəsən və fərq qoymayasan heç kimdə. Bunları bir çoxlarımız fərq qoyuruq hər yerdə. Bu filankəsdir. Bu filankəsdir. Olsun. Filankəsdir. Onu həqiqətən sev. Filankəs olduğuna görə yox. Elənsə də ona xidmətvi görsən. Efeslərə 6 və 6-8-dən oxumaq istəyirəm. Bunu yalnız insanları razı salmaq üçün gözə xoş görünən xidmətlə deyil, Məsihin qulları kimi can dilindən Allahın iradəsini yerinə yetirmək üçün edin. İnsanlara deyil, Rəbbə qulluq etdiyiniz kimi ürəkdən qulluq edin. Bilin ki, istər qul, istərsə də azad, hər bir kəs gördüyü yaxşı işin əvəzini Rəbdən alacaq. Amin. Pis söz Rəbb nədir? Yəni ki, deyir, insanlara görə yox, kiməsə görə yox, Rəbbə görə eləyin və Rəbbi görsədin. Çünki sən xidmət, qulluq görsədəndə, danışmaqdansa, sənin xidmətvə baxıb insanlar imana gəlir. Deyirlər ki, bu kimdir? Bu necə adamdır, hamıyla mehribandır. Bu necə adamdır, hamıya yardım edir. Bu necə adamdır, gedir xəstələrə dəyir. Təməmatsız hamının yanındadır. Bu yaxında mən rayondaydım və bir qardaşımız, mən onu çox istəyirdim, Sərvər. Onu bizim bacamızda tanıyırdı. Bir neçə dəfə rayonda ağsaqqalımız olanda onu aparmışdım bacanın yanına. Və baca həmişə insanları görəndə tanıyırdı. Deyirdi ki, bu insanı qoru, bu insanın qayğısına qal. Həmən qardaşımız düzdür, İsa Məsihə iman etdi, tövbə elədi. Amma bir həftə bundan qabaq, bir 10 gün bundan qabaq təxminən dünyasını dəyişdi. Və bir söz problem nədir? O adam dərdindən, problemindən, əziyyət çəkdiyinə görə düzdür, dua eləyirdi, amma içkiyə oturmuşdu. Və öldü. Dünyasını dəyişdi. Və son ölməmişdən qabaq mənlə belə oturdu. Dedi, yoldaşım Rakdır, o da bu gün sabahlıqdır. Dedim, gəl sənin üçün dua eləyim. Və biz onun üçün dua elədik, Rəbbə şükürlər olsun. 3 gündən sonra o adam dünyasını dəyişdi. Və problem bir söz nədir? Onun dəfn eləyəndən sonra üstündən 3 gün keçdim. Mən gəldim, bir çayçı var orada. Otururam, hərdən domino oynayıram. Bu dəqiqə domino moddur da, bu telefon. Və udanda hamı sevinir. Mən sevinirəm ki, filan kəsi utdum, o sevinir, o filan kəsi utdu. Bu da bir azar oyundur. Nəysə, gəldim, gördüm çayçıda heç kim yoxdur. Dedim, bəs Vaqif anı, qardaşlar anı, bəs bunlar məni gətiriblər, bunlar heç biri yoxdur burada. Mənə dedilər ki, gediblər
dünyasını dəyişən qardaş üçün hamı dua etməyə. Onda mən biraz pis oldum. Bilirsiniz niyə görə pis oldum? Birincisi, Kəlam İncildə yazılıb ki, ölülər üçün yox, dirilər üçün dua edin. Ölən öldü, ona dua çatmır. Sən ancaq diriyə dua eləsən, diri dəyişilər, Allahı tanıyar və Allahın dərgahına düşər. Və orada mən bunu bəyan etdim o insanlara, 2-3 nəfərə. Sonra gördüm ki, 1-20 nəfər həmən o qəbrin üstündən gəlirlər. Onun qardaşı da oradaydı. Dedim, ay qardaş, hardan gəlirsiniz? Dedilər ki, bəs dua etdiyi qardaşıma ki, onun yeri cənnət olsun. Dedim, ay kişi, bir dəqiqə diyanım, sizin heç birinizin duası çatmır. Bu diri vaxtı acından ölürdü. Yeməyi yoxdur, içməyi yoxdur. Qulluq eləmirdiniz qardaşlar, buradakı sakinlər. Bir dəfə bazarlıq eləməmsiniz, mənə telefonla zəng vururdu ki, evimdə yemək yoxdur, amma siz buradasınız. İndi getmişsiniz ona güya ki, yaxşı özünüzü göstərmək üçün dua etməyə. Yekə kişisizsə, dedim, insan özü qonşu ilə dostluğunu eləsin. Az vaxtında ona yardım eləsiniz. O insana hansı biriniz nə eləmişsiniz? İndi də qardaşlar dua eləyib, qardaşı da güya ki, bunun delavoy olub. Sən delavoy dörsən, sən heç doğma qardaşıva yə durmadın. Amma indi ona dua etdirirsən və baş, nədir o? Daşlar deyirlər, nə deyirlər? Qəbir daşı düzəltdirirlər, şəkillə. Sən ged onun qayğısına zaman, diri vaxtı qaldı. Xəstədir, ona kömək elə. Asılacaqdır, ona kömək elə. Çörək yoxdur, çörək ver. Əsil xidmət budur. Rəbb bizi buna çağırır. Rəbb bizi çağırmır ki, biz necə belə gəzək və özümüzə ancaq xidmət axtaraq. Özümüzü düşünək ki, mənə xidmət eləsinlər, məni salamlasınlar, mənim qabağıma çay versinlər. Elə insanlar var, aramızda da məsihçilər var ki, hansısa qardaş bacıya xidmət etmir, qulluq etmir. Bu bəhruzdur da, misal üçün. Amma elə qardaş var ki, onu görəndə, bilirsiniz necə qaçınlar qabağına, belə, xoş gəlmişsən, buyur. Fərq yoxdur, o da məsihçidir, bu da məsihçidir. Əgər sən doğrudan səmimi xidmətçisənsə, Rəbbin balasısansa, hamıya eyni gözlə bax. Tülkü kimi hərəkət eləmək lazım deyil. Onu hamı görür burada. Və sən yüksəlməyə əvəzinə alçalırsan, birinci İsa'nın qabağında, sonra da bacı qardaşların. Çünki hamı tanıyır sən kimsən. Mən bu günləri Taranə bacını Mati sevirəmsə, eyni cür Nərgizi sevməliyəm. Mən necə ona qulluq eləyirəmsə, eyni cür Nərgizə qulluq eləməliyəm. Eyni cür Samirə qulluq eləməliyəm. Eyni cür Gündüzə qulluq eləməliyəm. Onda mən məsihçiyəm. Yoxsa bağışda məni, mən Samirə qulluq eləyirəm, amma Gündüz mənlik deyil. Çünki Samirin adı var axır, pastordur. Amma Allahdan arzulayıram ki, bəziləri Samir kimi olsun. Onun qulluğunu etdiyi kimi olsun. Onun insanlara qayğısını göstərdiyi kimi olsun. Tərif üçün demirəm, Samir. Yəni ki, həqiqət budur. Bir çoxlarımız eləyik, burada elə bacı qardaşlar var, onlar sevir qulluq etməyi. Rəbb görsünüz özü. Şagirdlərin, İsa Məsih şagirdlərin ayaqlarını yuduyor. Bilirsiniz o nə deməkdir? Yəni ki, yorulmuşsan, sənin ayaqların çirkdir. Gəl mən sənin ayaqlarını uyuyum. Bu günləri kim bir-birinin ayağını uyuyar? Deyər, mənlik deyil, iyrənirəm. Adi xəstənin ayağını yummazlar. Bacılar var ki, bilirsiniz nədir? O mənim səviyyəmdə olan bir səviyyə deyil. Məsihçi deyir, deyirəm, ay bacım, o sənin səviyyəndə ola bilməz. Amma İsa'nın səviyyəsindədir. Ona Allah göndərirsə, o bizlə oturmalıdır. Biz də ona qulluq eləməliyik ki, o imana gəlsin. Bəs səni Rəbb nəyə görə yer üzünə göndərib? Özvə baxmağa, yoxsa özvə qulluq elətdirməyə?
Rəbb bizi göndərib ki, özü kimi olaq. Necə Rəbb ayaqları yuyurdu, biz də ayaq yumalıyıq. Yadınızdadsa bizim bura ana bala şikəst bacımız gəlirdi. Fatih. Həmişə burada qışqırırdı. İsa. Sonra da derdi vahid. İndi kimi tanıyırdı da belə. Həmən bacının anasının ayağı kəsildi. Və onlara qulluq eləyən yox idi. Bir neçə dəfə mən getdim ora. İzzət üçün danışmıram. Bütün izzət Rəbbindir. Və sonuncu dəfə gedəndə bir söz orada mənə nə dedilər? Mən burada elan eləmişdim. Kimin ürəyinə qoyulsa o insanların yanına gedin, qulluq edin. Çünki anasının da ayağı kəsilib. İndi fikirləşin, balası dura bilmir. Bunun üzr istəyirəm, çinməyi var, bunun yeməyi var. Nə bilim, hər şeyi var da, özünüz başa düşürsünüz. Ana dura bilmir, kim qulluq eləsin? Və elan elədim ki, kim bacarırsa, getsin o evə. Bəzi bacılar, qardaşlar gəldi, məndən nömrə götürdülər. Mən gedəcəm, mən. O İsa Məsih deyir, 2 oğula. Bir rəvayət çəkir, ata 2 oğula. Biri deyir, mən, o birisi heç nə demir. Deyir, eləməyəcəm, amma deyən olur. Hansı ki, eləməyəcəm deyir, o gedir eləyir. Amma mən deyənlər. Və bir dənə adam onun evinə getmədi. Amma burada elə bir bacı var ki, onu heç biz də yaxından tanımırıq. Gəlir burada ibadətini eləyir, Rəbbə izzətini oxuyur, çıxır gedir. Və həmən bacı heç kimə demədən hər həftə gedir onlara yardım eləyir. İzzət Rəbbindir. O özünü izzətləndirmədi, o getdi, qulluq elədi. Amma bəzilərimiz neyinirik? Buradan nömrə alırıq, buradan özümüzü kiməsə görsətmək üçün mən bunu eləyəcəm, heç nə eləmirik. Və yaddan çıxır gedir. Xidmət bir söz nədir? Xidmət məbəddə də xidmətdir. İlahi oxumaqdır, dua etməkdir. Elə bir an olur ki, hansısa qardaş bacı xahiş edir səndən ki, ay qardaşım, ay bacı, mənim üçün dua elə. Sən durub baxırsan onun üzünə deyirsən ki, baş üstə eləyəcəm. Amma o söz buradan çıxdı, heç dua da etmirsən onun üçün. Rəbbəm bizi buna çağırıb. Həyatımız müvəqqətidir. Və kəlamda nə qədər kəlam oxuyursan, insan ayələri oxuduqca İsa'nın sözlərini anlayır, dərk edir və başlayır dəyişməyə. Kəlam oxumayan adamın həyatında heç vaxt dəyişiklik olmur, sevgi olmur, insana qayğı olmur. Kəlamı oxuyan adam, İncil kitabını oxuyan adam dəyişilir. Çünki bu kitab məhəbbət üstə qurulub, qulluq üstə qurulub, xidmət üstə qurulub. Və Tanrı burada bizə göstərir ki, bütün bəşəriyyət də bizə xidmət eləyir insanlara. İstərsən günəşi, istərsən havası, istərsən suyu, istərsən dənizi, balıq verir. Hər şey bizə xidmət eləyir insana. Və Allah da istəyir ki, İsa da istəyir ki, biz də xidmətçi olaq. Və bizdə xidməti görən insanlar İsa'nı görəcəklər. Mən hələ görməmişəm ki, çox danışanlar var, heç Məsihdən danışmırlar, prosta adi danışıqlarda çox danışan. Bu belə oldu, bu belə oldu, düzlükdən danışanlar. Amma o gedəndən sonra deyirlər, sən nə? Hala bu ancaq dildə danışır, əməli bozluqdur. Heç kimdir bu. Amma əməli ilə sözü bir gələn insanın hər yerdə hörməti var. Hər yerdə onu arzuluyurlar. Hər yerdə çağırırlar ki, licbi o insan gəlib sənin yanında olsun. Və çörəyini də, suyunu da İsa verir, Rəbb verir. Qoy Rəbb bizə xeyir dua versin ki, həyatda biz xidmətçi olaq, qulluq eləməyi bacaraq. Rəbbin izzətini hər yerdə görsədək.
Bu toplantıya biz yığışmışıq. Bəğ otaqda qardaşlar dedi ki, adam azdır, gözləyək bizim qardaş bacılar gəlib otursunlar ki, tez satsınlar ki, biz ibadətimizə başlayaq. Bilirsiniz mən nə dedim? Dedim, biz heç kimi gözləməli deyilik. Onlar İsa'nı gözləməlidirlər. Saat 1-də biz toplantımıza başlamalıyıq. Bu da xidmətdir. Vaxtında gəlmək toplantıya. Elə bilməyin ki, Rəbb sizin həyatınıza, mənim həyatıma nəzər salmır. Hər addımımıza nəzər salır, Rəbb. O baxır, görsün, sən necə ona yanaşırsan. Sən necə onu izzətləndirirsən, necə onu alqışlayırsan. Saat 1-dir, olsun. Kalam nədir, harada 2-3 nəfər mənim adımla yığışıbsa, mən oradayım. Biz 2-3 nəfərlə İsa'nı izzətləndirərik. Biz kimisə gözləmirik. İsa'nı gözləməliyik. Və o gecikənlər var ha. Fikir verin. O gecikənləri də bir söz nə gözləyir? 10 qız söhbəti var İncildə. Düzdür? Bəziləri xilas olur, bəziləri qapını döyür, gecikmişsiniz artıq. Hər an hər şey ola bilər. Qardaşlar, bacılar. Ona görə ehtiyatlı olaq. Bir qardaş var, məni çöldə gördü, dedi ki, həmişə deyir, saat 12-də mən bura gəlirəm. Belə baxdım ona, dedim, sənə halal olsun. Mən deyir, həmişə saat 12-də burada oluram. Deyirəm, Rəbb sənə xeyir dua versin. Sən sevgi, məhəbbət, xidmət, bax bunlardan da başlayır. Tək bura gəlib, ilahi oxumaqla, Rəbbi burada izzətləndirməklə sən xidmət etmirsən. Xidmət sənin əməlinə bağlıdır. Əməlinlə sənin dilin də, fikrin də, ibadətin də eyni olmalıdır. Və əgər bunları kimsə xidmət edə bilmirsən, mən sizə həqiqəti deyirəm. Bax, istəyirsiniz həyatınızda möcüzələr görəsiniz. Böyük xeyir-dualar görəsiniz. Mən özüm bax, görürsünüz bu illəri Rəbb mənə ayə hədiyyə elədi. Eyni şeyi dedi ki, onun mənə etdiyini sizə bəyan edim. Siz dua edin, misal üçün. Deyin, ya Rəbb, mən xidmət eləyə bilmirəm. Mən qulluq edə bilmirəm. Mən insanlara əyilirəm. İnsanlarda fərq qoyuram. Məni bu şeylərdən azad elə. Siz bu şeylər üçün dua eləsiniz. Sizin nə fizioloji xəstəliyiniz olacaq azad olandan sonra. Çörəyiniz də, xeyir duamız da, hər şeyiniz gələcək. Mən müjdəçi olmaq istəyirəm. Mən bu işdə xidmət eləmək istəyirəm. Mən alkaş olub gedmişəm, içkiyə bağlanmışam. Mən siqaretdən azad ola bilmirəm. Xidmət eləmək istəyirəm, alınmır. Belə dualar eləsəz, Rəbb sizi dəyişdirəcək və ürəyinizdə nə arzular var ha, onları əlavə olaraq sizə verəcək. Amma dualarımızın çoxsu bir qardaşımızın xidmət üçün maşını yoxdur. Bir qardaşımızın xidmət üçün məbədi yoxdur, ona məbəd tikməliyik biz ki, onlar orada yığışsın. Qardaş, ay bacım, sən Rəbdən xidmət üçün nə maşın istə, nə də ev istə yığışmaq üçün. Sən Rəbdən onun izzətini hər yerdə göstərmək üçün dua et və o evdə yığışmaq üçün də yer verəcək sənə. Xidmət üçün maşında verəcək, çörəkdə verəcək. Çünki sən onun səltənətini axtardın. Yoxsa bəziləri, mən xidmətə getmək istəyirəm, çayçıda oturmaq istəyirəm. İnansız belə zənglər olur bizə. Çayçıda oturmaq istəyirəm, qardaşları yığmaq istəyirəm ora. O kafenin pulunu ödəməliyəm. Çıxart 2 manat, 3 manat da öz zibindən çayın pulunu ver də, nə olar ki?
bacarmırsan? Sən kimdənsə nəyisə umursan? Niyə sən kimdənsə nəyisə gözləyirsən? Sən Rəbbin yolunda elə. O çayçının pulunu ver. Və orada olan insanlara nə lazımdır ödə. Onları yedizdir, içizdir. 10 qatını İsa Məsih sənə verəcək. Xidmət budur. Məsih bizi bunu öyrədib. Misal İsa Məsih kiməsə nəyisə eləyəndə heç vaxt kimdənsə ummur deyə. Həmişə özü ürəklə eləyirdi. Biz də İsa Məsihə bənzəyək. Qoy Rəbb bizim həyatımızda çoxlu dəyişikliklər eləsin. Mən şəxsən özüm də tövbə eləyirəm. Rəbbin qarşısında. Mənə çox vaxt bir söz insanlar mühakimə eləyirlər. Deyim sizə nəyə görə. Sən bizlə oturmursan, vəzifəli adamların çoxsu. Bizim yanımıza gəlmirsən, mən sizin yanınıza da gəlirəm, sizlə də oturam. Və hətta içində olanlar bir söz nədir? Neynirsən, ne sən onlarla oturursan? Hamısı deyir, oradan buradan yığışan kasıb insanlardır. Əgər mən onların fikri ilə oturub dursam, Allah mənə xeyir-dua verməz. Sənə Allah xeyir-dua verməz. Vəzifəli yan ki, bir söz kimlərdən danışıram? İş yerində direktorun ola bilər, balnisədə baş həkim ola bilər, nə bilim, taksi sürücülərin rəhbərliyi ola bilər, müxtəlif cürdə. Amma sən yenə də hamıya eyni gözlə baxmalısan və xidmət eləməlisən. Və əgər bu illəri İsa Məsihi tanımayan varsa, mən onları tövbəyə dəvət edirəm. Həyatında sən möcüzə görmək istəyirsənsə, İsa Məsihi qəbul elə. Sən əbədi həyata malik olmaq istəyirsənsə, İsa Məsihi qəbul elə. Sən cəhənnəmə düşmək istəmirsənsə, İsa Məsihi qəbul elə. O da sənə xeyir-dua verəcək. Sən dəyişmək istəyirsənsə, heç bir din səni dəyişə bilməz. Bizi dəyişən İsa Məsihdir. Mən öz adımdan deyirəm, məni kimi bəlkə də bir avara adam olmayıb həyatda. Amma məni Rəbb dəyişdi. Və dəyişir. Yıxılıram, tövbə edirəm, dua edirəm ki, Rəbb məni dəyiş. Rəbb məni dəyiş, Rəbb məni bağışla. Sən bu gün dəyişmək istəyirsənsə, ailəndə sülh yoxdursa, ged ailə ilə barış. Get ailəvə xidmət elə, balalarına xidmət elə. Bir çox ailələr bu günləri artıq dava içindədir. İmallardan danışıram, mən. Azərbaycanda nə qədər insanlar bunları boşanmaya, 70-80% boşanma gedir. İndi də imanlarda. Deməli, qız gəlir sənin yanına, sənə ailə qurur. Sənin evin yox, eşiyin yox, kasıb bir oğlansan, o bunların hamısını alır, götürür, o yükü üzərinə götürür. Sən də ona həyat yoldaşı olursan. Və xidmət eləmək əvəzinə, ona qulluq eləmək əvəzinə sən çaşırsan, çünki artıq pulun var. Sən özünə macirələr axtarırsan. Harada mən kef eləyim və mənim həyat yoldaşımdan bu yaxşıdır. Qadınlar da var, elə deyirlər, filan kəsin əri yaxşıdır, o filan kəsin əri o yaxşı sənin ərindən ola bilməz. Çünki sənin ərin sənə bağlıdır. Sənin həyat yoldaşın da sənə bağlıdır. Və bacardığımız qədər biz bir-birimizə sona kimi xidmət eləməliyik. Bəyəm İsa Məsih bu illəri burada olsaydı, ailə dağıdanlara bir söz deyərdi. Get ailənlə sülhdə ol. Kimsə İsa Məsihə nəsə deyə bilər. O da başını salıb aşağı, gedib sülhdə ailəsi ilə barışıb yaşayacaqdı. Çünki Tanrıdır. İndi Tanrı bizləri istifadə edir. Bizim dilimizlə deyindir. Amma çoxları buradan alır, oradan bıraxır. Amma yadımızdan çıxartmayaq. Yadımızdan çıxartmayaq ki,
hər əməlimizə görə Allah bizim əvəzini verəcək. Ona görə ehtiyatlı olaq Rəbdən. Siz elə bilməyin, Rəbbin yolu hasant yoldur. Rəbb məhəbbətdir, Rəbb sevir, Rəbb bizi bağışlayacaq. Rəbbdə kimin müqəddəs ruhu varsa cənnətə düşəcək. Ehtiyatlı olun. Mən buradan deyə bilmərəm ki, mən cənnətdə olacam. Qoy Rəbb məni cənnətə aparsın. Çünki hamımızın özünə görə səhvi var, günahı var. Və bu günləri sən səhvini düzəltmirsənsə, çirkab bir qap kimi cənnətə necə gedəcəksən? Rəbb bizi bağışlasın. Əlbəttə ki, tövbə eləyənlər buyursun, tövbə eləsin. İlk dəfə gələnlər varsa, onları da dəvət edirik. Buyursunlar tövbəyə.